Dövlət Dumasında miqrasiya siyasətinin prioritet qaydada tənzimlənməsi nəzərdə tutulur və spikerin sözlərinə görə yeniliklər miqrantların gəlirlərinə və onların ölkədə qalmasının qanuniliyinə nəzarət mexanizmlərini genişləndirmək, eyni zamanda sosial infrastruktur üzərində yükü azaltmağa imkan verəcəkdir və spiker vurğulayıb ki, heç bir iqtisadiyyat əmək miqrantlarının sosial asılılığında maraqlı deyil və onların təminat səviyyəsi ölkədə istifadə etdikləri sosial durumla mütənasib olmalıdır. Onun sözlərinə görə miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı qanun layihəsi gündəlikdə əsas məsələlərdən biridir və aşağıdakı müddəaları əhatə edir. 1. Əmək miqrantları hazırda olduğu kimi yalnız özləri üçün deyil, həm də Rusiyada onların himayəsində olan ailə üzvləri üçün sabit avans ödənişi formasında vergi ödəməyə borc olacaqlar. 2. Əcəminin və onun ailə üzvlərinin ölkədə qalma müddəti onun əmək müqaviləsinin müddətindən asılı olacaqdır. 3. Miqrantın yetkinlik yaşına çatan övladları ölkədə qalmaq üçün qanuni əsasları olmadığı təqdirdə 18 yaşa tamam olduqdan sonra bir ay ərzində Rusiyanı tərk etməlidirlər. Dövlət Dumasının sədri bir daha qeyd edir ki, heç bir iqtisadiyyat əmək miqrantlarının sosial təminatı hesabına yaşamasında da maraqlı deyil.